Uşaqlar, bilmədim, digər izahı pauza vermək istəyən dayandırdım. Ona görə 2019-cu hissə il birinci qəbul 2 hissədən ibarət olacaq. 46-cı sualın davam edək. Deməli, 20 milli suda 5 qram X duzu həll edilir. Məhlulu 50 dərəcə Selsi temperaturda doymuş hala gətirmək üçün hansı təcrübələri aralıqda həyata keçirmək lazımdır? Baxırıq 50 dərəcə Selsi temperaturda məhlulun KH-ı 400-ə bərabərdir. Bizim onda KH bərabərdir. Məhlulumuz nə qədər? Daha doğrusu həll edicimiz nə qədərdir? 20. Burada 5 həll olan var. Birinciyə baxaq. Məhlula 3 qram duz əlavə etsək, 3 qram deməli duz əlavə elədik, vurduq 1000-ə. Bərabərdir 8 bölünsün 20 vurulsun 1000. Bununla ixtisar gedər. Deməli 400 qram bölünsün litr olacaq. Deməli birinci halda KH 400 aldıq. Deməli burada doymuş məhlul almaq olar. Bu 1. Sonra gəlir ikinci hala. Məhluldan 5 milli su buxarlandırmaq. KH bərabərdir. Deməli, buydu da. Məhluldan 5 milli su həll edicidir da. Vurulsun 1000. Bərabərdir 5 bölünsün 15 vurulsun 1000. Burada 1, burada 3. Hardasa 300 nə qədər eləyir da? 333 tam nə qədər? Bu 400 olmadı. Burada olmayacaq. Üçüncü hal. KH bərabərdir 5 bölünsün 20. Deyir 5 qram X duzu. Həll olanı yuxarı əlavə elədik. 5 milli su həll edicini aşağı əlavə elədik. Vurduq 1000-ə. Bərabərdir deməli 10 bölünsün 25 vurulsun 1000-dən hesablayarıq. Burada 1, burada 40, onda KH elədi 400. Bəli, deməli olur 1 ilə 3, sualın düzgün cavabı 46 eləyəcək Y variantı. Baxaq 47-ci suala. Mis-2 sulfatın yazırıq. Mis-2 sulfat. Suda məhlulun elektrolizi. Üzərinə gəlsin H2O, yazdıq ELZ. Burada bilirik katod, bilirik anod, bilirik məhlul. Katoda gedir mislə hidrogen, mis ayrıldı. Anoda gedir SO4 ilə OH, oksigen ayrıldı. Məhlulda isə qalır sulfat turşusu. Elektrolizin qaydasını bir də izah eləmirəm, dərs sahında var, baxarsınız. Oksigen sudan ayrılır. Deməli, bura 1-2, hidrogen 4 oldu, bura 1-2, kükürt 2 oldu. Bura 1-2 mis, 2 oldu, bura 1-2. İndi fikir verək, kütlənin zamanlaması qrafikdir. Onda bu neçə qram eləyəcək? Mis özü 64, 2 mol olduğuna görə 178 qram budur, 32 qram budur. Sulfat turşusu 98-dir, amma 2 mol olduğuna görə deməli 196 qram. Onda Z budur, Y budur, X da bu. Bizdən nə soruşur? X misli yanlışdır, X oksigendir, 1 getdi, 1 getdi, 1 getdi. Y oksigendir, səhvdir, X oksigendir, 2 də gedir, yerdə qalır 47-də cavab D variantı. Baxırıq 48-ci suala. Kalsium ortofosfatın, deməli, kalsium 3, PO4 2 dəfə. Üzərinə karbon, üzərinə silisium O2 gəlsək, deməli, burada nə alınır? Kalsium silisium O3, üzərinə gəlsin ağ fosfor, üzərinə gəlsin CO. Fosfor 4-dür, bura 1-2 yazılır. Kalsium 6 oldu, bura 1-6. Silisium 6 oldu, bura 1-6. Oksigen 4 dəfə 2, 8, 16, 16, 28. 28-dən 18 çıxsaq, bura qalır 10. Biraz tez-tez izah elədim. Yəni, bu əmsallaşdırmadır da, özünüz də işləyə bilərsiniz. İndi baxırıq, mol sayının zamanlaması qrafik verir. Mol sayına görə ən çox alınan budur, sonra budur, sonra budur. Bizdən bir maddəsi ağ fosfordur və doğru deyil. Sarımsaq ili doğrudur, zəhərli də doğrudur. 1 getdi, 1 getdi, 2 getdi. Adi şəraitdə bərk aqreqat halındadır. Bəli, 3 də getdi. Onda qalır cavab B variantı. 4 nəyə yanlış? Yalnız reduksiya edici xassiyyət göstərir. Sərbəst halda 0-dır. Həm reduksiya edici, həm oksidləşdirici xassiyyət. İyon kristal qəfəsi səhvdir. Molekul kristal qəfəsi. Duz əmələ gətirməyən oksid, heç duz əmələ gətirməyən oksid CO-dur. Bu fosfordur. 4, 5, 6, 48-ə cavab B variantı. Baxırıq 49 nömrəli suala. Amonium xloridin natrium OH məhluluna reaksiyasından amoniakın laboratoriya dalınma üsulda. Amoniak üzərinə gəlsin su, üzərinə gəlsin natrium xlor. Amonium xloridin parçalanmasından dalınır amoniak, üzərinə gəlsin H xlor. X ikisində də ortaqdır, ikisində də ortaq amoniak. Deməli, X maddəsi olur amoniak. Turşularla reaksiya daxil olur, bəli, çünki amoniak özü əsasi xassəyə birləşmədir. Qələvi ilə reaksiya daxil olur, səhvdir, çünki amoniak əsasdır, əsasla reaksiya daxil olmaz. 1 mol 22.4 litr həcm tutur, bəli, çünki amoniak qazdır, 22.4 litr həcm tutur, cavab olur 49-da A variantı. Davam edək 50-ci sualla.
maddə, karbon atomlarının sayı, hibrid orbitallarının sayı. Belə şifahi baxanda tapmaq olar, amma lap bilmirsinizsə, bir dənə maddə götürün. Karbon atomlarının sayı bərabər olan, alkendir, alkan da alkadiyindir variantlarda. Gəl götürək məsələn alken, CH2, 2 qat rabitə, CH3, CH3, bu oldu alken. Götürək alkan, CH3, CH2, CH2, bir də götürdük alkadiyen. CH2 2 qat rabitə, C2 qat rabitə, CH2. Elə karbon atomlarının sayı deməli hər birində bərabər miqdarda götürdük. İndi gəl baxaq, burada hibrid orbitalların sayına baxaq. sp2 hibridləşmə, sp2 hibridləşmə, sp3 hibridləşmə. Burada eləyəcək 7 hibrid orbitalı. Burada hamısı alkanlarda bilirik ki, hamısı sp3 vəziyyətdədir. Deməli, 4 dəfə 3 elədi 12 hibrid orbitalı. Deməli, bu nədir? Alken sp2, sp, deməli sp2. Burada neçə hibrid orbital eləyir? Deməli 3 hibrid orbital burada, 3 hibrid orbital burada, 6, 6'nın üzərində 2, 8 hibrid orbitalı. 8 hibrid orbitalı. Baxaq, onda heç birində olmur axı. Karbon sp2, sp2, 3 3, 6, 6'nın üzərində 4 uşaqlar, bu 10 eləyir. Mən nə yazdım? Deyirəm, nəyisə səhv yazmışam. 3'ün üstə 3, 6, 6'ın üstə 4, bu 10 eləyəcək. 10. İndi bax, alkanı verib n, 12. Bax, n, 12. Alkandan 2 az olan alkendir, 4 az olan alkadiyen. Deməli, onda bu olacaq alken, bu olacaq alkadiyen. Onda buna da qalır alkan. Yəni, özünüz məntiqlə tuta bilərsiniz. X olur alken, alkadiyen, alkan. 50-də olur cavab D variantı. 51-ci sual rahat bir sual. Neçə neytron var? 54 elektronu varsa, deməli, bu ikisini alıb 54 olub. Deməli, bunun protonu 52-dir. Ayeri 128 isə 128-dən çıxırıq 52-ni 76 eləyəcək bunun neytronu. Cavab D variantı. Baxırıq alkin. Alkin verib bizə 1 molun tam yanması zamanı əmələ gələn suyun mol sayı. Variantla da işləmək olar. Amma gəl ən güzəl bir dənə maddə üzərində işləyək. Alkin nədir? Tutaq ki, propadiyen. C3H4. Bundan su alsaq 1 molundan. 1 molundan 2 mol su alınır da. N-2 bərabərdir 2-yə. Deməli, N bərabərdir 4-ə. Bizdən sonra alkin molekulunda hibrid orbitalların sayı. Alkin nədir? CH3 qat rabitə C, CH3 elə sp hibridləşmə, sp hibridləşmə, sp3 hibridləşmə. Neçə hibrid orbital var? İkisi burada, ikisi burada 4, 4 də burada 8. N-im 4 olanda 8 olan variant görün hansı variantda olur? N-im 4 olanda 8 olan variant. N-im 4 olanda 16, 6 elədi, 10 elədi, 12, 14 elədi, Y variantı. 4n-8, həqiqətən 4 vurulsun 8, yox 4n, 4 vurulsun 4-8, 16, 16-dan 8 çıxsın 8. Cavab eləyəcək 52-də Y variantı. Davam edir 53-cü sualla. Tərkibində eyni mol sayda metan və propan olan metan və propan olan qarşının tam yanmasından. Tam yanmasından deməli gəl onda alınan karbon qazı verirsə neçə qram su? Yandıraq yoxsa yox? Gəl yandıraq. Oksigenlə reaksiya daxil olub da alınır karbon qazı üzərinə gəlsin su. Deməli bura 1, 2, bura 1, 2. Oksigenlə reaksiya daxil olur, əmələ gəlir karbon qazı üzərinə gəlsin su. Bura 1, 3, bura 1, 4, 6, burada qalır 1, 5. İndi yoldaşlar, eyni mol miqdarda deyirsə, bunu da x mol götürək, bunu da x mol götürək. Bunun 1 molundan 1 mol alınırsa, x molundan elə x mol karbon qazı alınır. 1 molundan 3 moldursa, x molundan 3x mol karbon qazı alınır. Karbon qazını ümumilikdə verib 16 mol. Onda x plus 3x bərabərdir 16-ya, 4x bərabər 16, x bərabər 4. Deməli, hər biri 4 mol miqdarda götürülüb.
Bu zaman neçə qram su alınır? X molundan 2x mol su alınacaq. X-ından 4x ümumilikdə alınır deməli 6x mol H2O. Elə 6x-i də 6-nı vururuq 4-ə, vururuq suyun kütləsi 18-ə. 24-ü 18-ə vurduqda deməli 12 bir yadda, yox 32 3 yadda, 16 19 4 2 2 3 4 432 qram deməli buradan su alınır. Gəlir 54-cü suala. Bu qədər natrium karbonatı xlor türksə reaksiyasına alınan karbon qazının tərkibində artıq miqdarda bunlar reaksiyasında neçə qram çöküntü alınır? Bana natrium karbonatı yazıram. Natrium 2SO3. Natrium karbonatı xlorid turşusu. Üzərinə gəlsin H-xlor. Əmələ gəlir. Biz bilirik ki, bu reaksiyada alınır natrium xlor. Üzərinə gəlsin karbon qazı. Üzərinə gəlsin su. Hökmən əmsallaşdırma aparmalıyıq. Natrium 2-dir. Bura 1-2 yazdıq. H-xlor 2. Xlora görə bura 1-2 yazdıq. Hidrogen düzəldi. İndi baxaq. 5,3 qram natrium karbonatın, 5,3 qram natrium karbonatın alınan karbon qazı. X mol karbon qazı alınırsa, natrium karbonat özü 106-dır. 106-sına 1 mol karbon qazı. Buradan X nəyə bərabər? Nə edib? 2-yə bölüb, təzədən 10-a bölüb, yoxsa yox? 2-yə bölüb, 53, 10-a bölüb, 5,3. Bəli, 2-yə bölsək, deməli 1 bölünsün 2, 10-a bölsək, onda 1, 0,5. Deməli, 0,5 mol karbon qazı əmələ gəlir. Həmin karbon qazını kalsium hidroksiddən keçirsək, neçə qram deyir çöküntü alınır. Bu reaksiyada alınır kalsium karbonat çöküntüsü, üzərinə gəlsin H2O. Əmsal yoxdur. İndi bunun 1 molundan 100 qram çöküntü əmələ gəlirsə, yerini səhv yazdıq. Karbon qazına görə hesablayırıq. 1 molundan 100 qram çöküntüsü isə karbon qazını 0,5 mol tapdım. 0,5 mola X. Buradan da X bərabərdir 5. Deməli, 5 qram çöküntü əmələ gəlir. 54-cü sualda. Davam edir 55-lə. Molyar kütləsi 75 olan amin turşudan bu qədər tetrapeptid alınırsa, neçə qram su alınır? Gəl baxaq. Alınan nəyi deyir bizə? Tetrapeptid. Yəni, 4 vurulsun 75, 4 vurulsun 75 bərabərdir. Tetrapeptid üzərinə gəlinsin. Deməli, tetrapeptid üzərinə gəlinsin. Belə biraz çaşacaqsınız. Gəl belə yazın. Amin turşudur da. Tutaq ki, yazıram. 4 vurulsun amin turşu bərabər tetrapeptid üzərinə gəlinsin. 3 mol H2O elə. Bax, uşaqlar, molyar kütləsi 75 olan tetrapeptiddən. 4-ü vuraram 75-ə bərabər tetrapeptidə də 3 vurulsun 18 yazaram. Buradan tetrapeptidi hesablasam. 4 dəfə 5, 20, 2 yadda, deməli 28, 300. 300-dən çıxaram 54-ü, yəqin ki, 246 eləyəcək. Deməli, bu tetrapeptidin kütləsi 246-dır. Amma verir ki, amin turşudan 12,3 qram tetrapeptid, 12,3 qram tetrapeptid alınır. Bu zaman neçə qram su? X. Fikir ver, 246-ya 3 vurulsun 54 ise 12,3'e X. Buradan X bərabərdir. Nə inəyib? 2-yə bölüb 10-a bölüb. 2-yə böl 3 vurulsun 9, 10-a da böl 2,7. Sualın düzgün cavabı. Sonra davam edirik deməli 56-cı sualla. Bu qədər metanın yanması zaman yazıram metan, üzərinə gəlsin oksigen, əmələ gəlir karbon qazı, üzərinə gəlinsin su. Hökmən əmsallaşdırıram. Bura 1-2, bura 1-2. Və verib ki, reaksiya istilik effektinə də bir Q deyirəm. Ya verib ki, 11,2 litr metanın tam yanması zamanı 440 kilojol istilik miqdarı ayrılırsa, reaksiya görürük ki, metan 22,4-dür. 22,4-də də Q ayrılır. Buradan Q-ni hesablasaq, Q bərabərdir. Deməli, 2-yə vurub, bunu 2-yə vurub 880. Deməli, bu reaksiyanın istilik effekti 880 kilojolla bərabər imiş. Ona görə buradan Q-ni sildim. Yazıram, üzərinə gəlsin 880 kilojol. İndi doğru olanlara baxaq. Reaksiyanın istilik effekti 880-ə bərabərdir. Bəli, reaksiyaya 22,4 litr oksigen sərf olmuşdur. Bəli, reaksiyanın özünə görə 2-də doğrudur. Reaksiyanın istilik effekti 440-dır, yanlışdır. Metanın yanma istilik 880-dir. Bəli, 880 bölürsən yanan maddənin əmsalına 1-ə eləyir 880. Reaksiya 11,2 litr oksigen sərf olunur. Səhv uşaqlar, 11,2 oksigen sərf olunmur. 22,4-ə 2 vurulsun 22,4 litr oksigen sərf olunursa, 11,2-yə X. Buradan X bərabərdir 22,4 sərf olunur.
Deməli, sualın düzgün cavabı 1-dir, 2-dir, 4-dür. Davam edirik bu sualla. Doymuş bir əsası Y karbon turşusu molekulunda alkil radikalının kütlə payı, 25%. Yəni uşaqlar, bax CnH2n plus CnH2n topla 1 karbon turşusu da COOH. Bir də baxaq. Aha, karbon turşusuna alkil radikalının, yəni bax bunun kütlə payı 25%. Onda yoldaşlar buna nə qalır? 75%. Yazıram, karbon 12, 12-nin üzərinə 32, 44. Bir də baxaq, 12, 12-nin üzərinə 32, 12-nin üzərinə 32, bəli, 44, 44, 45. 45-im əgər 75%-dirsə, alkil radikalının kütləsinə bir T qram deyirəm. T'm 25-dir. Onda buradan T bərabərdir 45 vurulsun 25 bölünsün 75. Burada qalır 1, burada qalır 3, burada elədir 15. Deməli, yoldaşlar, bu CH3 radikalıymış. Onda turşunu tapırıq CH3, COOH. CH3, COOH. Və indi yoldaşlar, Z molekulunda 13 sigma rabitə var. Z molekulunda 13 sigma rabitə var. Və X-in doymuş bir atomu spid olduğunu bilərik. Z maddəsinin hidrogen atomlarının sayını hesablayın. Yaxşı, lap yaxşı. Yoldaşlar, deməli, biz buradan Y-i tapdıq. Y karbon turşusudur. X-də aydındır ki, spirtdir. Və biz bilirik ki, karbon turşusunun spirt arasında efirləşmə reaksiyası gedir. Bu zaman alınır Z mürəkkəb efiri. Və bunun əsas tərkib hissəsi bax buradır. Onda yazıram ki, CH3, COO, hansısa bir burada radikal, spirtdən gələn radikal var. Onu bilmirəm. Amma bir şey tapa bilərəm ki, deyir ki, Z-in molekulunda 13 sigma rabitə var. Gəl bir dənə sigma rabitələr burada sayaq. Burada, bax, 3 dənə sigma rabitə burada, 4 sigma rabitə, 5 sigma rabitə, 6 sigma rabitə, 7 sigma rabitə var. 13-dən çıxıram 7-ni, nə qalır? Deməli, 6. 6 sigma rabitəni də uşaqlar, CH3, CH2 kimi yazaram da. CH3, CH2 kimi yazsam, fikir ver, 2 sigma burada, 3 sigma burada, 1 sigma burada, 6 sigma burada. Deməli, etil radikalıymış. Həqiqətən bir dənə bax, gəl Z maddəsinin formulunu düzəldək. Z maddəsinin formulu CH3, COO, CH2, CH3. Görək, burada həqiqətən 13 sigma rabitə varmı? Yəqin ki, olacaq. Bax, 3 sigma rabitə burada, 4 sigma rabitə burada, 5 sigma, 6 sigma, 7 sigma, 8 sigma, 2 sigma burada, 10 sigma, 3 sigma burada, bəli, 13 sigma. Deməli, karbon turşusunu düz tapdıq. Onda X, Y, Z. X spirtdir. Deməli, bu etil spirti imiş. C2H5OH imiş ki, bax, bu etil radikalının spirt hissəsi bura gəlib. Y maddəsini tapdıq bayaq. CH3COOH sirkə turşusu. Z maddəsi sirkə turşusunun etil efiri. CH3COO C2H5. İndi baxaq, hidrogen atomlarının sayını. Burada 6 hidrogen atomu, burada 4 hidrogen atomu, burada 3'ü burada 8 hidrogen atomu. 6, 4, 8. A, S, B. A, S, B. A, S, B sualın düzgün cavabı eləyəcək. Biraz tez izah elədim. Ümid edirəm ki, başa düşdünüz. Əgər başa düşməsəz, kommentariyada və yaxud da qrupda yazarsınız, bir də izah eləyərəm. Aha, indi baxaq situasiyalara. Ekran kaydı gedir dələ. Kimyaçı aldehidlərin homoloji sırasının ilk mayi nümayəndəsi olan X-in suda məhlul üzərin gümüş bir oksidi əlavə edib qızdırdı. Bu zaman sınaq şüşəsinin divarlarında nazik təbəqə əmələ gəldi. X aldehidinin quruluşunu yazın. Aha, lap yaxşı. Uşaqlar, aldehidlərin ilk nümayəndəsi yadınızda saxlayın. Məsələn, qarışıq aldehididir HCOH. Qarışıq aldehidi qaz aqreqat halındadır. Bundan sonra gələn, məsələn, sirkə aldehidi CH3COOH. Sirkə aldehidi. Sirkə aldehidi, amma maye aqreqat halındadır. Bizdən deməli X-in formulunu tapırıq, olur sirkə aldehidi. Yazıram, deməli X 58-ci sualda olur X CH3COH. Ya belə yazın, ya da CH3COH. Belə yazırsınız. Formulunu və adını yazın. Uşaqlar, bunun formulu sirkə aldehidi də yazsaz qəbul olunacaq, sirkə aldehidi. Sonra buna aset aldehid də yazsaz qəbul olunacaq. Və yaxud da beynəlxalq adla buna etan aldehidi də yaza bilərsiniz.
Belə. Sonra Y maddəsinin alınması reaksiyasını yazın və əmsallaşdırın. Deməli, gümüş peroksid amoniaklı məhlulunu əlavə edib qızdırdı. Deməli, bu oldu 58-ci sual. 59-cu sualda aldehiddir. Bax, CH3COH. Bunun üzərinə gümüş peroksidin amoniak məhlulunu gəlsək, NH3. Burada ancaq karbon turşusu CH3COOH üzərinə gəlsin 2 molekula gümüş. Reaksiyanı yazdıq, əmsallaşdırdıq. 60-cı sual. Reaksiyada 0,5 mol Y maddəsi almışsa, reaksiyada daxil olan aldehidin kütləsini hesablayın. Praktiki çıxım 50%-dir. Deməli, bu 0,5 mol Y maddəsi 50%. Yazıram, 0,5 mol maddə əgər 50%-lə əmələ gəlibsə, 100%-lə görün nə qədər əmələ gələrdi? X mol. Buradan X bərabər eləyəcək. Deməli, 1 mol, deməli, 1 mol deməli Y maddəsi, yəni turşu Y maddəsi, 1 mol Y maddəsi. Bizdən də uşaqlar X aldehidin kütləsini soruşur. Bax, bu aldehidin öz kütləsini hesablasaq, elə uşaqlar bunun 1 molundan elə görürsünüz ki, 1 mol aldehid alınır. Deməli, bizə lazımdır 1 mol aldehidin kütləsi. Yaza bilərsiniz ki, elə 1 mol Y, 1 mol Y 59-cu sualdakı reaksiya əsasən 1 mol CH3COH-dan əmələ gəlir. Yəni elə bunun kütləsini tapsa sizə bəs eləyəcək. C2H4 onun kütləsi 24 üzərinə gəlsin 4 üzərinə gəlsin 16. Deməli, neçə eləyir bu? 40-44. Yəqin ki 44. Belə.